izləyiciləri, bugün ismin sifətləşməsindən və sifətin isimləşməsindən danışırıq. Birinci danışaq ismin sifətləşməsindən. İsmin öz sualları kimdən, hara sualıdır, sifətləşərkən isə bu suallarını itirəcək və sifətin sualına cavab verəcək. Yəni, necə, nə cür, hansı sualına cavab verəcək. Gəlin, bunu nümunələrlə göstərək. Biz bilirik ki, iki ismin yanaşı gələrsə, biri onu təyin edir, yəni sifətləşəcək. Gəlin, baxaq. Dəmir qapı. Dəmir sözü nitq hissəsi olaraq isimdir. Qapı da nitq hissəsi olaraq isimdir. Və ikisi də iki isim yanaşı gəlir. Bu zaman dəmir sözü onu təyin edəcək. Yəni, hansı suallar, nə cür suallar cavab verəcək. Sifətin sualına cavab verir, yəni sifətləşir. Amma yenə nitq hissəsi olaraq mən bunu isim götürəcəm. Yəni, dəmir qapı sözündə sifət işlənməmişdir. Sadəcə isim sifətləşmişdir. Daha sonra başqa bir nümunəyə baxaq. Yun, şal. Material adı bilirik ki, isimdir. Yun burada nitq hissəsi olaraq isimdir. Şal da isimdir. İki isim yanaşı gəlir, biri onu təyin edir. Demək ki, yun sözü burada sifətləşmiş isim olacaq. Amma yenə də nitq hissəsi olaraq bu isimdir. Sifət götürülmür. Baxın, necə sualına cavab verir. Bu belə. Daha sonra danışırıq sifətin isimləşməsinə. Sifət isimləşərkən suallarını itirir və ismin suallarını qazanır. Sifət isimləşərkən təyin funksiyasını itirəcək, cümlə üzvü olacaq, tamamlıq, mübtada və yaxud da xəbər. Xəbər bilirik ki, isimləşsə də xəbər ola bilir, isimləşmədə də xəbər ola bilir. Əsasən, sifət isimləşərkən kim nə sualına cavab verməlidir? Yəni, öz suallarını itirməlidir. Məsələn, deyirəm ki, igid ölər, adı qalar. Adı qalır. Burada igid sözü ayrılıqda nitq hissəsi olaraq sifətdir, keyfiyyət bildirir. İgid insan, necə insan? Amma burada ismin sualına cavab verəcək. Ölər, kim ölər? İgid ölər. Kim sualına cavab verir və olur isimləşmiş sifət. Yenə də mən igid nitq hissəsi olaraq bunu sifət götürməliyəm. İsim götürə bilməliyəm. Sadəcə sifət burada isimləşmiş hesab olunur. Daha sonra deyirik ki, böyüklərə hörmət. Hörmət hamının borcudur. Biz bilirik ki, böyük sözü nitq hissəsi olaraq sifətdir. Amma burada lar şəkilçisi qəbul edir, yönlü çol şəkilçisi qəbul edir, yəni ismə aid xüsusiyyətlər qəbul edir və isimləşir. Amma yenə nitq hissəsi olaraq mən bunu sifət götürməliyəm. Sadəcə burada sifət sözü, sifət isimləşmişdir. Böyüklərə hörmət hamının borcudur. Kimə hörmət hamının borcudur? Böyüklərə kimə suallardır? İsmin sualıdır və isimləşmiş sifət hesab olunur. Bu qədər.